Salam dəyərli şagirdlər. 5-ci siniflər üçün maraqlı bir testin həllinin izahını vermək istəyirəm sizə. Uzunluğu 32 və 40 olan lentlərin hər ikisini eyni uzunluqda bərabər hissələrə kəsmək lazımdır. Bu hissələrin uzunluğu neçə santimetr ola bilər? Lentləri bu qayda ilə kəsdikdə alına bilən ən uzun hissə neçə santimetr ola bilər? Deməli 32-nin də 40-ın da bölənləri lazımdır. Yəni hər ikisinin bölündüyü ədəd 1-ə bölünə bilərlər, 2-yə, 4-ə, hər ikisi 8-ə bölünə bilər. Daha sonra hər ikisi başqa məncə elə bir ədəd yoxdur ki, bölünsün. Deməli mən 1 santimetrlik hissələrdə də kəsə bilərəm bu lentləri, 2 santimetrlik, 4 və 8 santimetrlik hissələrdə kəsə bilərəm. Amma deyir bu hissələrdən ən uzunu neçə santimetr olar? Cavab olacaq 8 santimetr. 54 ədəd qızıl gül və 45 ədəd nərgiz gülünü qarışdırmamaq şərti ilə hər birində eyni sayda olaraq dəstələrə ayırmaq istədilər. Hər dəstədə neçə gül ola bilər? Yəni 54-ün də 45-in də bölündüyü ədəd lazımdır bizə. 54 deməli 1-ə bölünür hər ikisi. Daha sonra 3-ə bölünür hər ikisi. 9-a bölünür hər ikisi. 15-ə bölünmür, 27-yə bölünmür, belə. Hər dəstədə neçə gül ola bilər? 1 ola bilər, 3 ola bilər və yaxud da 9 ola bilər. Gülləri bu qayda ilə böldükdə dəstələrin sayı ən azı neçə ola bilər? Uşaqlar, dəstədə olan güllərin sayı nə qədər az olsa, dəstələrin sayı o qədər çox olacaq. Amma dəstədə olan güllərin sayı nə qədər çox olsa, bizim dəstələrimizin sayı o qədər az olacaq. Ən azı neçə ola bilər dəstələrin sayı? Gəlin baxaq. 54-ü böldüm 9-a neçə dəstə alındı? 6 dəstə. 45-i də böldüm 9-a neçə dəstə alındı? 5 dəstə. Ən azı 6 üstə 5 bərabərdir 11 dəstə ola bilər. Bizdən dəstələrin sayını istəyir. Yəni də deyirəm, dəstənin tərkibindəki güllərin sayını istəmir. Baxın, bu dəstədir. Baxın, bu dəstə yəni gül buketlərindən gedir söhbət. Bu gül buketləridir. Bunun içində olanların sayını istəmir bizdən. Burada 9, 9, 9, bax belə. Bunları istəmir. Bizə baxın, bu dəstələrin sayını istəyir. Aha, növbəti sualımız, biz bunu ayırmışdıq. Silinməsin bura. Növbəti sualımız bizim neçənci sualdır? Növbəti 3-cü sualdır. Bir limana 6 saatdan bir yük gəmisi, 4 saatdan bir sərnişin gəmisi yaxınlaşır. Limana eyni vaxtda yük və sərnişin gəmisi yaxınlaşarsa, növbəti bu limana neçə saat sonra yük və sərnişin gəmisi eyni vaxtda yaxınlaşır. Yəni bunlar gəldilər 6 saatdan bir yaxınlaşdılar, görüşdülər. İndi deyir ki 6 ilə 4-ün əkubu lazımdır bizə. Elə bir saat olsun ki, həmən saatda üst-üstə düşsün. Həmən ədəd 6-ya da bölünsün, 4-ə də bölünsün. O da eləyir 12, yəni cəmi bir də rastlaşmaları olacaq bizim üçün 12 saat. Növbəti sualda deyir, xəstə müalicə üçün dərmanların birini 6 saatdan bir, digərini isə 9 saatdan bir qəbul edir. Bu dərmanları birlikdə qəbul edərsə, birinci artıq qəbul etdi. Neçə saatdan sonra növbəti dəfə yenə də birlikdə qəbul edəcək. Yəni 6-ya və 9-a bölünən ən kiçik ədəd. O da olacaq 18 olacaq. 18 həm 6-ya bölünür, 3 eləyir, 9-a bölünür, 2 eləyir. 18 saatdan sonra növbəti dəfə təkrar qəbul edəcək. 3 yarış avtomobilinin birincisi 30 dəqiqə, ikincisi 8, üçüncüsü 25 dəqiqə çəkir avtomobilindən. O dəqiqə dairəvi yol ətrafında hərəkət edir. Eyni vaxtda, eyni nöqtədən yarışa başladıqdan ən az neçə dəqiqə sonra təkrar qarşılaşacaqlar. Məsələ biraz qarışıq kimi görünür. 3 yarış avtomobilindən birincisi 30, ikincisi 8, üçüncüsü 24 dəqiqədən bir çəkir. Yəni dairə çəkir gedir də, burada söhbət dairə yəqin olur. Dəqiqə dairəvi yol ətrafında hərəkət edir. Çəkir, o dəqiqə dairəvi yol ətrafında hərəkət edir. Eyni vaxtda, eyni nöqtədən yarışa başlayan ən azı neçə dəqiqə sonra təkrar qarşılaşacaqlar. Aha, biz bu ədədlərə nə axtarırıq? Əkub axtarırıq. Deməli, 30 dəqiqə, ikincisi 8 dəqiqə. 30, buranı silək ki, bizim yerimiz qalsın. 8 və 24. Bunları sayda vurğulara ayırsaq 15, 4 və 12. Deməli, ortaq sayda vurğuları bir dənə 2-dir. Ortaq olmayan vurğuları isə 15-dir, 4-dür və 12-dir. Gəlin indi
2-ni vuraq 15-ə, vuraq 4-ə, vuraq 12-yə. Görək bizim əkobumuz neçə olacaq. Amma bu 4 vuruğu belə götürək də. 12-nin içində var deyə 4-ə vurmuruq. 2-ni vuruq 15-ə, 30, 30-u da 12-yə vuranda 360. Deməli bunlar növbəti dəfə 360 dəqiqədən sonra nə edəcəklər? Görüşəcəklər. Yəni 30-un, 8-in və 24-ün əkobu olacaq bizim üçün 360. Növbəti sualımız 6-cı sualdır. Torbadakı konfetləri 4, 4, 5, 5, 6, 6 qruplaşdırıldı və hər dəfə 3 konfet artıq qaldı. Torbada burada çanta oldu. Torbadakı konfetlərin sayı 155 ilə 190 arasındadırsa, torbada neçə konfet var? Deməli bizə 4, 5, 6-nın nəyi lazımdır? Əkobu lazımdır. 4 ilə 6-nın əkobu bilirəm ki 12-dir. Bircə qalır 12 ilə 5-in əkobunu tapmaq. 12 ilə də 5-in əkobu yəqin ki 60-dır. Deməli 60. İndi 60-ın misillərini tapaq 155 ilə 190-ın arasında. 3-ə vuranda eləyəcək 180. Amma deyir ki, burada 3 konfet artıq qalır. 3 konfet artıq qalırsa 180 də üzərinə 3 gələndə olacaq 183. Sonra 190, 120, 150 kiloqram kisələrdə düyü bir-birinə qarışdırılmadan bərabər bağlamalara qoyulacaq. Bu iş üçün neçə paket tələb olunur? Burada bizə heç olmasa ən azı sözü deməli idi. Onda 190, 120 və 150-yə biz nə axtarıb tapmalıyıq? Biz bunlara əbob tapmalıyıq ki, neçədir? Hər birinin əbobu, ümumiyyətlə bunların üçünün əbobu 10-dur. 190-ı 10-a böləndə 19 paket, 120-ni 10-a böləndə 12 paket, 150-ni 10-a böləndə 15 paket. Bu da bərabər olacaq 27. 27-nin də üstünə 19 gələndə 6, 46. Burada desəm variantlarda yoxdur variant. Çünki ən azı deyə bilər, ən çoxu çox olacaq. Yəni biz onu tapa bilməzdik, ən azı tapa bilərdik ancaq. Ona görə də bunların hər birinin əbobunun, üçünün daha doğrusu əbobunu tapırıq və hər birində bölürük əbobunu. Bu şəkildə də yazırıq. Kütlələri 12-28 kiloqram olan 2 kisə dənəvər şəkər qarışdırılmadan kisələrə paylanıldı. Deməli torbalardakı şəkərin miqdarını artırmadan hər torbadan bərabər miqdarda şəkərin olması üçün neçə kisə lazımdır? Bizə nə deyir? Torbadakı şəkərin miqdarını artırmadan. Baxaq, 2 dənə kisə şəkəri qarışdırmadan kisələrə paylayırlar. Yəni 12 ilə 28-i. 12 ilə 28-i bərabər üçün neçə kisə lazımdır? Burada da yəni ən az sözü olmalıdır. Ən az neçə kisə lazımdır? 12 ilə 28-in əbobu olacaq 4. 12-ni 4-ə böləndə 3 kisə, 28 4-ə böləndə 7 kisə. Cəmi bizə 10 kisə lazım olacaq, yəni ən azı. Yan uzunluğu 20 və 30 olan düzbucaqlı bağın ətrafına eləcə də künclərindən bərabər aralıqda ağaclar əkiləcək. Buna görə iki ağac arasındakı maksimum məsafə nə qədərdir? Bu iş üçün neçə ağac lazımdır? Ümumiyyətlə, burada ağacların sayı tapılanda həmişə perimetri əboba bölürük. Yəni, bu ədədlərin əbobuna bölürük. Perimetr 20 üstə 30, 50. Onda 2-yə vuranda 100-dür. 20 ilə 30-un əbobu da 10-dur. Deməli, burada oldu neçə? 10. 10 dənə ağac bastırıla bilər. Mən bunu şəkillə də göstərəcəm. Və deyir ki, aralarındakı məsafə nə qədər ola bilər bu ağacların? Gəlin, baxaq da uşaqlar. 20-dirsə, baxın, bura 20-dirsə, 1 ağac, 2 ağac, 3 ağac, ara məsafəsi 10. Burada 30-dursa, 1 ağac, ara məsafəsi 10-dur, 2 ağac, burada da 3 ağac. Hamısının ara məsafəsi 10 və 10 ağac bastırıldı. 10 ağac və ara məsafəsi də 10. Belə. Bir fabrikdəki zənglərdən biri 45 dəqiqədən bir, digəri 60 dəqiqədən bir çalınır. İlk dəfə neçə saatdan sonra birlikdə zəng çalınacaq. Yəni də 45 ilə 60-ın nəyi lazımdır? Əkobu. Necə tapaq biz bunun əkobunu? Buranı silək və yazaq. 45 və 60 hər ikisi bölünür 5-ə, 5-ə böləndə 9, bu da eləyir 12, 3-ə bölünür 3, 4 və 1. O da olur 3 vurulsun, 5 vurulsun, 3 vurulsun, 4. 3-ü 5-ə vururam 15, sonra 3-ü 4-ə vururam 12. 15-i də 12-yə vururam. Bu da eləyəcək 180. 180, belə. 180 saatdan sonra təkrar bu zəng çalınacaq. Belə bir-iki səhvlər var idi, amma maraqlı testlər idi.